ali canab, anlamıram. Mənə anlat bunu ey ali canab, anlamıram. Sən demə, məktəbə hər cür bəzənib gəlmək olar. Telefon ilə sinifdə danışıb gülmək olar. 100 bəhanə ilə hər ay pul yığaraq bölmək olar. Hicab olmaz deyən ey kəsdə görək bilmək olar. Niyə olmaz axı məktəbdə hicab? Anlamıram. Məni anlat bunu ey ali canab, anlamıram. Sənə xoşdur ki tamam eyləyən 14 yaşını, bəziyib sərçpətin, rəngləyərək göz qaşını, geyinə dəblə tökə üstünə hər daş qaşını, amma Zəhra balası örtməsin əsla başını. Verəcəksən necə məhvədə cavab, anlamıram. Mənə anlat bunu ey ali canab, anlamıram. Sənə millət uşağın verdi ki öyrət hesabı, vermədiyi dərd verəsən, çəkdirəsən istirabı. Məktəbə qoymayasan ki tez elə aç hicabı, var bizdə konstitusiya qanun kitabı. Nə yazır bir mənə göstər o kitab, anlamıram. Mənə anlat bunu ey ali canab, anlamıram. Yada sal keçmişi sən bir komünist dəhşətini, etmiş idi qadağan Allahın hər neymətini. 70 il çəkdi bu millət bugünün həsrətini. Bəlkə sən onlar ilə kəsməmisən ülfətini. Sənə yoldaş deyim indi, ya cənab, anlamıram. Mənə anlat bunu ey ali canab, anlamıram. Başı örtmək özü bir milli geyim ənənəsi. Başı örtmək özü bir milli geyim ənənəsi. Şərti var ki görünə əlləri üz və çənəsi. Hamının böyle giyinmiş 100 il əvvəl nənəsi. Sənə çatmırsa əgər mən deyənin bir dənəsi, ya səndə yoxdur savad, ya mən hesab anlamıram. Mənə anlat bunu ey ali canab, anlamıram. Şairəm məndə də şeir ilə cavab var, biləsən. Dözərik hər nə qədər canda kitab var, biləsən. Ahirət ruzu qiyamətdə hesab var, biləsən. Haqsıza hər iki dünyada əzab var, biləsən. Səndə can var mı buna eyliyyəta, anlamıram. Mənə anlat bunu ey ali canab, anlamıram.